İçəri şəhərin çox qədim tarixi vardır. Əcdadlarımızın inşa etdirdiyi bu şəhərin dəqiq tarixini müəyyən etmək çox çətindir. Lakin onun minilliklərlə mövcudluğunu bu gün də ərazisində yerləşən abidələr təsdiqləyir. Mənbələr, eləcə də tarixi və arxeoloji materiallar göstərir ki, Azərbaycanın bir çox şəhərləri kimi Bakı da antik dövrdə iqtisadi cəhətdən inkişaf etmiş və sıx əhaliyə malik olan iri yaşayış məntəqəsinin böyüməsi nəticəsində meydana gəlmişdir. Bakının kiçik yaşayış məntəqəsindən şəhərə çevrilməsində neft və duz kimi sərvətlərin olması mühüm əhəmiyyət daşıyır. Bakı hələ qədim zamanlardan təkcə Cənubi Qafqazda deyil, eləcə də yaxın şərqdə əhalinin sıx məskunlaşdığı şəhərlərdən biri kimi tanınmışdır. Əlverişli iqlimi, təbii coğrafi şəraiti, təbii sərvətlərin bolluğu, buradan keçən beynəlxalq əhəmiyyətli ticarət yolları bu şəhərin iqtisadi cəhətdən inkişafına kömək etmişdir. İçəri şəhər bir növ canlı orqanizmdir. Onun özünəməxsus taleyi vardır. Orta əsrlərdə bəzi şəhərlər hərbi, siyasi hadisələrdən kənarda qalsa da, bir qismi tarixi hadisələrin güclü burulğanında çırpınırdı. Bəzi şəhərlər talan və yanğınlara, feodal çəkişmələrinə, təbii fəlakətlərə tab gətirməyərək məhv olurdu. Bakı şəhəri isə əlverişli təbii iqlim şəraitinə, güclü iqtisadiyyatına, ticarət və sənətkarlığın inkişafına görə çiçəklənərək şöhrət qazanmışdı. İçəri şəhər mahir memarların, sənətkarların peşəkarlığından söhbət açır. Bizi ötən qərnələrə aparır. Dövrümüzə gəlib çatmış bu şəhərin dar, əyri-üyrü küçələrini, meydançalarını göz önünə gətirdikcə, ötən yüzilliklərdə hakim olmuş şəhər həyatının zaman keçdikcə necə dəyişdiyini görürük. Onun divarları arasında sanki keçmişə qayıdaraq o dövrün səsini duyuruq. Mədəni qatlarda şəhərsalma ənənələrini izlədikdə, burada sənət eşqi ilə yaşayıb yaradan insanların ürək çırpıntılarını eşidirik. İçəri şəhərdə izdihamlı ticarət meydanları, küçələr və böyük məhəllələr meydana gəlmişdi. O, sözün əsl mənasında daxili məhəlli strukturlara malik olub, hər şeydən əvvəl iqtisadi mərkəz kimi formalaşmışdı. Bakının inkişaf etmiş şəhər səviyyəsinə yüksəlməsi üçün mühüm amillərdən biri də onun ölkənin sənətkarlıq mərkəzlərindən birinə çevrilməsi idi. Burada müxtəlif sənət sahələri formalaşmış, əmtəə istehsalı genişlənmiş, yerli əhali lazım olan çoxçeşidli mallarla təmin edilmişdi. Su təchizatı, sanitariya və kanalizasiya sisteminin qurulması, sanitariya qaydalarına əməl etmə, həmçinin yaşıllaşdırma işi şəhər həyatında önəmli yer tutur. Yüksək təpə üzərində amfiteatr formasında salınan şəhər aşağıdan dənizə baxır. Yuxarı hissədən isə Qafqaz dağları ilə əhatə olunmuşdur. 3 qat qala divarları, Qız qalası və digər fortifikasiya qurğuları ilə bərabər şəhər sanki bütövlükdə möhtəşəm müdafiə istehkamını xatırladır. Bugün memarlığımızın və mədəniyyətimizin nadir incisi hərtərəfli diqqət mərkəzindədir. Dövlət başçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti nəticəsində bugün İçəri şəhər özünün intibah dövrünü yaşayır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin yaradılması ilə Bakının ürəyi olan İçəri şəhərdə abadlaşdırma, təmir bərpa işləri bugün qədim şəhərin ab-havasına uyğun şəkildə müvəffəqiyyətlə aparılır. Bu işlərin həyata keçirilməsində ictimaiyyətimizin görkəmli xadimləri və ilk növbədə ölkəmizin birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yaxından iştirak edirlər.